Başlayaq yoxsa necə? Salam, hər vaxtınız xeyir olsun. Bəli, başlaya bilərik. Salamlayıram hər birinizi. Səsdə problem olsa zəhmət olmasa deyərsiniz. Mən loqoped defektoloq Sevinç Hüseynova artıq 7-ci ilimdir fəaliyyət göstərirəm. Bugünkü təlimimiz autizmlə bağlıdır. Autizmin bilinən və bilinməyən əlamətləri. Yəni autizmin əslində 15, 16, 30-dan çox bəlkə əlamətlər var. Sadəcə onların cəmiyyətdə sadəcə 5-i, 10-u belə deyək də göstərilir, deyilir. Və valideynlər də fikirləşir ki, bu 2-3 əlamət düzdürsə, hə, vəssalam, bizim övladımız autizmdir və biz bundan şübhələnə bilərik. Xeyr. Autizmin əlamətləri sırasında nə daxildir? Birinci, autizm adətən deyilənə görə qan azlığı, hamiləlik zamanı ananın qan azdığından və beynin qanla qidalanmamasından, oksigen çatışmamazlığı və s. kimi əmələ gəlir. Amma ki, autizmin tam dəqiq hansı səbəbdən yarandığı heç bir yerdə, heç bir şəkildə sübut olunmuyor və heç bir dəqiq məlumat yoxdur. Bunlar sadəcə versiyalardır. Belə deyək. Əlamətlərə gələndə, baxın, artıq hamınız bilirsiniz ki, göz kontaktının olmaması, adına reaksiyanın olmaması, sayrışan işıqlara maraq, islaq əşyalara toxuna bilməmək, öz ətrafında dönmək, sonra paltaryona bənzər oxşar hərəkətləri olan əşyalara xüsusi maraq, oyuncaqla oynayarkən onlara müdaxilə etməsinə icazə vermir, sizin onun dünyasına daxil olmağınıza icazə vermir, siz onu öpməyinizə, ona toxunmağınıza icazə vermir. Elələri var ki, toxunub qucaqlamağı daha çox sevir. Bunlar dəyişir. Nitqin yəqin ki, qismən və ya tamamilə olmaması, sonra bir əşyaya taxıntının olması, məsəl üçün elə uşaq var idi bizdə unitazın suyunu basmağı çox sevirdi. Eləsi var idi ki, pəncərəni açıb bağlamağı çox sevirdi və s. xüsusi taxıntıların olması, bədənin anidən özünə nəzarəti itirməsi, yüksək səslərə qarşı həssaslıq, xüsusi əl barmaq hərəkətləri, oyuncaqlarla hamı kimi oynamamaq. Məsəl üçün, onların qarşısına topa oyuncaq töksəniz, hamı kimi oynamayacaq. O oyuncaqların yalnız birindən və bir qismindən və yalnız bir hissəsindən oynamağa başlayacaq və onunla saatlarla oynayacaq. Normal uşaq ən azından 10-15 dəqiqə, 5-10 dəqiqə ərzində həmin oyuncaqdan sıxılmalıdır və bunu dəyişməlidir, dünyanı kəşf eləməlidir və fərqli şeylər axtarmalıdır. Amma autizmlərdə belə deyil. Bir əşya ilə çox uzun müddət davamlı bir şəkildə məşğul ola bilirlər. Hər hansısa bir paltara taxıntı olur, bəzən paltarlarını dəyişmək istəmirlər. Məsəl üçün, eyni şeyləri geymək sevilir və ipli paltarlara davamlı iplərlə oynayırlar. Yemək seçiciliyi ola bilir. Yəni, onlarda qida, beyin bilirsiniz ikincidir. Yəni, qidalanma, qida beyni, mədə ikinci beyin sayılır. Qidalanma xüsusidir. Bəzi ərzaqlar var, bəzi yeməklər var ki, onlara xüsusi reaksiya verirlər və bu zaman tamamilə özünə nəzarəti itirirlər. Ona görə də onlarla xüsusi yemək rejimlərlə, xüsusi cədvəllərlə işləmək lazımdır. Çünki stopları olmur. Məsəl üçün, yeməklə bəzən ana deyir ki, doymur, çoxlu yemək verir. Amma ki, onlarda doyma siqnalı olmaya bilir. Bəzən doyduqlarını fərqinə varmaya bilirlər və yedikcə yeyə bilirlər. Ona görə də onlarla simenli, sistemli şəkildə işləmək lazımdır ki, onları qavraya bilsinlər. Autizmlə heç bir halda tək loqoped, tək psixoloq və ya tək bir hər hansısa bir mütəxəssis işləməməlidir. Autizmin dərəcəsinə görə dəyişir. Dərman müalicəsi də ola bilər, nevroloji müalicə də ola bilər, psixiatrik müalicə də ola bilər, loqoped, psixoloq düyü bütünləmə də ola bilər və s. Autizm diaqnozunu uşaq psixiatrı və ya nevroloqlar qoyur. Yəni, onun psixoloqun, loqopedin və ya hər hansı bir mütəxəssisin diaqnoz qoymaq kimi bir ixtiyarı yoxdur. Bunu öyrənmək üçün gedirsiniz uşaq psixiatrına. Onlarda xüsusi şkalalar, xüsusi testlər var. Xüsusi yoxlanışlardan sonra uşağın autizm olub-olmadığını və yaxud autizmin hansı dərəcəsində olduğunu sizə qeyd edirlər, deyirlər. Və loqoped, psixoloq, duyu bütünləmə və s. göstərişi olandan sonra digər mərkəzlərə yaxınlaşa bilərik. Belə olur. Başqa sualı olanlar verə bilər. Daha çox oğlanlarda rast gəlinir, yəni dünya üzrə statistikada. Yəni belə. Çalışdığım qədər hamının bildiyi əlamətlər demək istəmirəm, çünki onları siz zaten internet üzərindən istədiyiniz kimi öyrənə bilərsiniz. Sonra yaş əşyalara toxunmaq istəmirlər, saçlarına toxunmaqlarından xoşları gəlmir. Bəziləri var ki, sığallayanda xoşları gəlir. Yəni fərqli olurlar, amma ki, onların tamamilə vaxtında düzgün, yaşı gecikmədən
təlimə başlayarsa, akademik bacarıqları belə qavraya bilirlər. Yəni hər şey qaydasına düşə bilir. Belə sualı olanlar buyurub verə bilər. Səsimi eşidirsiniz? Hər şey qaydasındadır. Bəli, bəli. Salam. Sualı olan, sözü olan, mən eşidirsiniz yoxsa özümə danışıram, eşitmirlər, yəni bir cavab verin. Bəli, eşidirik. Səsim qaydasındadır. Eşidilirsiniz. Aha, bir dəqiqə. Hə, olur, düzdür. Hər hansısa bir əşyanı göstərmək istəyəndə valideynin barmağı ilə göstərməyə çalışırlar və yaxud yanlarındakı müəllimənin barmağı ilə göstərirlər. Olur elə. Çox vaxt komandalara tabe olmaq istəmirlər, komanda almaq istəmirlər və buna sərt reaksiya da verə bilirlər. Öz başlarını da divara vura bilirlər, özlərinə də xələl yetirə bilirlər, dodaqlarının dərisini cıza bilirlər, əllərini cıza bilirlər və yaxud əks tərəfə də mənfi təsir göstərə bilirlər. Olur belə hallar, o onların etirazlarını bildirməsidir, belə deyək. Hansı yaş dövründə özünü göstərir? Adətən 2 yaş, 6 ay, 3 yaşa qədər o qədər də çox özünü göstərmir. Yəni əksəriyyət valideyn 2 yaş, 6 ay, 3 yaş aralığına qədər autizm olub-olmadığını başa düşmür. Daha çox bu yaşlardan sonra valideynlər başa düşürlər. Çox təəssüf ki, bunu ana bətnində bilmək mümkün deyil. Çox valideyn bu yaşdan sonra başa düşür, şübhələnməyə başlayır və mütəxəssislərə gedir. Daha çox göz kontaktının olmaması və adına reaksiyanın olmaması. 2 dənə əlamətdən şübhələnirlər və mütəxəssisə gedirlər adətən. Amma digər əlamətlər də var ki, onlara cavab verdiyi təqdirdə artıq hər hansı bir mütəxəssisə getməlidir. Bu arada bizim loqopediya kursumuz var. Təbii ki, oradan yararlanmaq istəyənlər varsa, belə bir şey deyim, bizim hal-hazırdakı seminarımıza qatılanlar üçün endirim də edəcəyik. Qatılarsınız, loqopediyanın sirlərini bilmək istəyirsinizsə, əgər burada mütəxəssislər varsa, çalışanlar varsa və yaxud da ki, yeni başlayan tələbələr varsa, xüsusi materiallardan istifadə edəcək, proqramlar veriləcək, xüsusi materiallar veriləcək. Siz onları birbaşa loqopad üzərindən tətbiq edərək istənilən nəticəni əldə edə biləcəksiniz. Amma belə mövzu barədə sual olanlar buyurub verə bilər. Aha. Bu arada doğrudan da mən də qeyd edeyim. Sualı olanlar səs də aça bilər, yazılı da yaza bilərlər. Çox bilirəm ki, çox eşitmişsiniz. Televizor üzərində autizm çoxdur söz. Amma onların normal həyata adaptasiyası uzun çəkir. Yəni, xüsusi təlimlər lazımdır, xüsusi mütəxəssislər lazımdır, valideynin yanaşması lazımdır, valideyn hər şey mütəxəssisdən gözləməməlidir, özü də yanaşmalıdır, çünki uşaqlar üçün valideynin rolu çox əhəmiyyətlidir. Autizm uşaqların kollektiv işlər cəlbini mümkündür. Bəli, mənim hal-hazırda çalışdığım mərkəzdə tamamilə qrup terapiyası şəklində keçirir autizmlər. Heç biri fərdi şəkildə olmur. Hamısı xüsusi qrup şəklində keçirlər və qrup şəklində fərdi ilə müqayisədə çox daha yüksək nəticələr əldə olunur. Ən böyük nəticə, autizmlərin bilirsiniz ki, səsə həssaslıqları var, belə-belə eləyirlər, səsləri qəbul etmirlər. Ən böyük nəticə odur ki, onlar həmin o stereotipdən azad olurlar. Artıq o yüksək səs tonu, gərginlik ondan azad olanda, onlar çöldə də məsələn metro, qatar, avtobus kimi toplum yerlərdə və yaxud yüksək musiqi kimi səs tonlarında artıq sərt reaksiya vermirlər, özlərinə xələl yetirməyə çalışmırlar, nəzarətdən çıxmırlar, özünə nəzarəti itirmirlər. Ən böyük uğurumuz bu olur. Sonra isə özünə xidmət bacarıqlarını vərdiş elətdirməyə başlayırıq. Yəni, qrup terapiyasında çox daha uğurlu və böyük nəticə əldə etmək olur. Nəyi neçənci sinifdə keçirlər? Onu başa düşmədim, zəhmət olmadı təkrar daha aydın qeyd edin. Bir də gecikmək var. Məsəl üçün, autizmdə 12 yaşında, 13, 14, 15 və daha böyük yaşlarda gələn valideynlər var ki, əvvəllər başqa diaqnoz qoyuldu, sonra başqa. Yəni, bu
Belə olan halda çox daha kəskin olur. Mütəxəssis üçün nəticə almaq, mərkəz üçün nəticə almaq müəyyən qədər çətinləşir. Çünki autizmdə yaş çox əhəmiyyətlidir və bu yaş gecikəndə bəzi bacarıqlarda nəticə almaq faiz olaraq aşağı düşür, işin keyfiyyəti aşağı düşə bilir. Autizmli uşaqları heç bir seanslara getmədən bağçaya qoymaq düzgündür, xeyr. Mən özüm bağça müəlliməsiyəm və belə uşaqların Hə, xanım Əliyeva yazıb sualı. Sizi çox yaxşı başa düşürəm. Çünki bu aralarda çox təəssüf ki, dəbdir. Yəni kimin nitqlə bağlı problem varsa, autizmdir, Downdur və s. hər hansı bir problemdir, birbaşa bağçaya qoyurlar ki, uşaqlarla oynayacaq, düzələcək. Hələ əgər uşaq bağçadan 2-3 dənə söz öyrənsə, həbsi bu artıq uğur sayılır. Xeyr, o uşaqların birbaşa cəmiyyətə adaptasiyası mümkün deyil və çox ağır nəticələr verə bilər. Digər uşaqların mənfi təsir göstərə bilər psixologiyalarına, müəllim üçün səbir tələb edir. Çünki o uşaqlar xüsusi yanaşma tələb edirlər. Hətta bəzən bir uşağa bir kölgə müəllim də götürürlər. 2 müəllim işləyir bəzən, bir dərsin, bir seansın içində bəzən. Yəni bir müəllimin həm bir autizmlə maraqlanması, həm digər 15-16 digər uşaqlarla maraqlanması çox böyük risk və çox böyük çətinlik. Əslində olmamalıdır, amma çox təəssüf ki, edirlər. Amma bağçalara, yəni təlim görəndən sonra, müəyyən bir özünə xidmət vərdişləri olandan sonra, biraz aqressiyası azalandan sonra, adaptasiyadan sonra, artıq müəyyən qədər bağçaya gedə bilər. Elələri var ki, akademik bacarıqları tam mənimsəyir, yəni belə hallarda. Sual olanlar verə bilər. Səbinə xanım, sual yoxdursa, hər kəsin sualını cavablandırdıqda istəyirsə yekunlaşdıraq. Zəhmət olmasa eşidirsiniz məni? Bəli, əgər sual yoxdursa sonlandıra bilərik.